izleyen değerli tamaşaçılarımız, saatler 19:30'u gösterir. Bu deməkdir ki, mən Şəlalə Nərmanın təqdimatında birlikdə proqramı yenə efirdədir. Bəli, bugün də çox maraqlı qonaqlarımız var, deyim ki, maraqlı mövzumuz var və hər birinizin istəyi ilə məhz bugün qonaqlarımızı dəvət eləmişəm. Keçək qonaqlarımızı sizə təqdim etməyə. Bugün bizimlə kimdir? Və çoxdandır bizim efirdə yoxdur. Yaxın dostumuzdur. Son dövrlərdə maşallah olsun sosial şəbəkələrdə harda baxırsınız, bax bu insanı görürsünüz. Həm aktyordur, həm onu deyim ki, müğənnidir. Özdəki bir çox öz kütləsi var. Hamı da sevə-sevə hər dəfə bizə deyirlər ki, məhz bu insanı dəvət eləyək. Həsrət Nur. Həsrət, xoş gəlmisiniz. Çox sağ olun Şəlalə xanım. Sizləri də salamlayıram və efir qarşısında əyləşən hər kəsi salamlayıram. Qonaqlarımızı salamlayıram. Hər birinizin vaxtınız xeyirli olsun. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Çox sağ olun. Təşəkkürlər. Bəli, əzizlərim, gənclərə həmişə dəstək oluruq, amma həqiqətən bu insan mənim üçün çox əzizdir, qardaş qədər çox istəyirəm və hətta bunu, yəni o qədər mehribanlaşmışıq ki, son dövrlər, yəni hər gün deyim ki, ən azı 1-2 dəfə biz bu insandan danışmalıyıq. Gəncdir, istedadlıdır və İlqar Elşadoğlu. İlqar, xoş gəlmisən. Salam, çox sağ olun. Dəvətinizə görə təşəkkür edirik. Mən də ekran qarşısında əyləşən bütün qonaqlarımızı salamlayıram. Axşamınız xeyir olsun deyirəm. Gözəl müğənnilərimiz biri-birindən içimən qarışıq. Təşəkkür edirəm ki, dəvətinizə görə. Çox sağ olun. Əzizlərim, bax, bu insan da çoxdandır yoxdur, amma həqiqətən mənim üçün o da əzizdir, doğmadır və həmişə tez-tez mənimlə əlaqə saxlayır. Aşıq Elçin, Aşıqlar Birliyinin üzvüdür və onu da qeyd edeyim ki, bu yaxınlarda da Küsənlər Barışan adlı kitab müəllifidir. Onu da qeyd edeyim ki, Aşıq Caviddən, bir də Aşıq Elmandan dərs alıb. Xoş gəlmisən Elçin. Çox sağ olun Şəlalə xanım. Mən də ilk öncə Dünya TV-nin rəhbərliyinə, əməkdaşlarımla, xüsusilə Şəlalə xanım sizə öz təşəkkürümü bildirirəm. Və qonaqlarımızı da salamlayıram, xoş gördük və bizi ekran arxasında izləyən, vaxtını bizə sərf edən hər kəsə öz təşəkkürümü bildirirəm. Bəli, biz də sizə təşəkkür edirik. Bugün bizimlə birlikdədir. Yenə bilirsiniz ki, son dövrlər bu xanımla çalışıram. Artıq bizim iş birliyimiz başlayıb və buradan bir söz var ki, Tərtərdən bir çox insanların xahişi ilə hər birini salamlayıram və dəyərlidir mənim üçün, gözəl xanəndəmizdir və bugün yenə bizimlə birlikdədir. Sevilən xanəndəmiz Gülarə İmanova. Xoş gəlmisiniz. Çox sağ ol Şəlalə xanım. Minnətdaram dəvətiniz üçün. Mən də Dünya TV-nin əməkdaşlarım, bizə baxan tamaşaçıları salamlayıram. Hər birinizi xoş gördük. Təşəkkür edirəm Gülarə xanım və bəylərimiz etiraz eləməz. Bir gözəl xanım var. Sizdən gözəl ifa gəlsin. Sevimli
sevgilim gel gel qadanım mən alım yar sensiz gülmez eşkim amalım yar gel yana salma dilber ey vefadar olup keçenleri her Qəlbinə dəymiş həm yar bilirəm hər günah məndədir bilirəm hər günah məndədir qəlbim gözüm yar yenə səndədir qəlbim gözüm yar yenə səndədir Gel yana salma dilber ey vefadar olup keçenleri her Qəlbinə dəymiş hər yar bilirəm hər günah məndədir bilirəm hər günah məndədir qəlbim gözüm yar yenə səndədir qəlbim gözüm yar yenə səndədir Bəli, əziz tamaşaçılarımız, mövzumuzu istəyirəm müzakirə eləyək. Bugün mövzumuz nədir? Və bilirsiniz ki, bugün müğənni olmaq çox asandır və istər sosial şəbəkədə, televiziyada tanınmaq bu dəqiqə, yəni belə deyək, 5 vuraq 5-dir. Amma mənim üçün bugün dəvət elədiyim qonaqlar niyə məhz bunlardan soruşmaq istəyirəm? Ümumiyyətlə, ideal müğənni necə olmalıdır? Bu sualım hər biriniz üçün. Başlayaq, qalmaqallı sözünü deyir, söz atır, yəsi götürən Həsrət Nurdan. Həsrət Nur, ideal müğənni necə olmalıdır sizin üçün? Mənə niyə birinci söz verdiniz? Çünki ideal, həmişə deyirsiniz ki, ideal müğənniyəm. Ha, Mən sizə söz atmıram. Yəni deyirəm, Həsrət, yəni bilirsiniz ki, həm xanəndədir, həm aktyordur. Sosial şəbəkələrdə də son dövrlər bir çox yerlərdə tənqid olan da budur. Düzdür, insanı tənqid eləmək olar, amma təhqir eləmək olmaz. Amma nə qədər ki, bunu təhqir eləsələr də, amma yenə sözün deyən yəni, müğənnidir və həmişə də deyir, dilinin bəlasına gəlir. Yox, kimsə məni təhqir edə bilməz. Həmən ondan da Olur da, yəni saxta profillərdən olur, bu hamının başına ola bilər. gəlir. Hə, TikTok şəbəkəsində müəyyən bir yerlərdə ola bilər. O da görünməyən formada ola bilər. Qaldı ki, şəxsi də mənə şükür Allah hər kəs tanıyır. Özümə görə sözümü demişəm. Həm sənətimlə, həm nə bilim yaşayışımızdan özümüzü tanıyırıq və tanıtdırıq. Qaldı ki, ideal müğənni deyəndə ki, ideal müğənni öz-özünə ideal müğənni deyə bilməzsən. Çox saylı tamaşaçılar tərəfindən, sevənlər tərəfindən onlar səni ideal eləyə bilər. Hansısa oxuyan deyə bilməz ki, mən idealam. Düzdür, efirlərə çıxırlar, gündə bir deyir ki, mən gəldim, bir gündən sonra belə olacaq, bu mən gəldim, belə olacaq. Vallahi elə gəlir, elə də gedir, xəbər də olmur. Bir dəqiqə, Şəlalə xanım, mən biraz sözü üzə deyənəm. Ona görə dəvət eləmişik də. Axı deyir, söz var, sözlər yaradır. Sözdə var ki, gözlər ağladır. Bugünkü gündə efirləri zəbt edən müğənnilər var, özlərinə ideal deyirlər. Vallahi, onlar bəzi görsənməyən müğənnilər var, onların yarısı da deyil.
Amma özlərini tərifləyirlər. Qoy sizi millət sevsin, millət tərifləsin, xalq sevsin, xalq tərifləsin. Bəli, məndən bu qədər. Hələ ki lazım olsa deyərik. Bəli. İlqar, ümumiyyətlə mənim üçün nə maraqlıdır? İdeal müğənni necə olmalıdır? Mən bir söz deyim, ideal müğənni şəxsən mənim üçün özünə hörmət edib və qalmaqallardan uzaq duran insan şəxsən mənim üçün çox ideal bir insandır. İdeal müğənnidir. Mən bundan başqa nəsə heç nə deyə bilmərəm. Düzdür, hələ istədiyim cavabı ala bilməmişəm. Birazdan yenə suallarım olacaq. Aşıq Elçin, ideal müğənni necə, belə götürək, ideal aşıq necə olmalıdır da? Yəni müğənnilərə istəmir söz atmaq, yəni onların haqqında barəsində danışmaq istəmir. Ümumiyyətlə bu sənət aləmində siz və musiqi insanın bilirsiniz ki, həyatında ayrılmaz bir hissəsidir. Hər bir xalq da öz musiqisi ilə tanınır və bizim Aşıq Elçin yetərincə sevilir, yetərincə populyardır və Aşıq Elçini ümumiyyətlə qane etməyən aşıqlar varmı və ideal aşıq sizin üçün necə olmalıdır? İdeal aşıq dedikdə, aşıq sənəti müqəddəs bir sənətdir. Birdir. Aşıq birinci özünə hörmət qoymalıdır. İkinci sənətinə hörmət qoymalıdır. Üçüncü də qarşı tərəfin, ətrafındakı insanlar ona olan hörmətini qarşılıqlı etməlidir. Və ideal aşıq dedikdə, aşıq birinci geyiminə, işlətdiyi ifadələrə görə özünə hörmət qazanır və qarşı tərəfi də nəzərə almalıdır. Ki, hər deyilən ağızdan çıxdı söz başa bir bəladır. Təşəkkür edirəm. Yenə sualım olacaq. Gülarə xanım, ümumiyyətlə show biznesin bilirsiniz ki, yəni show biznesdə bir çox müğənnilər var və həmin o müğənnilərdən ümumiyyətlə ideal müğənni sizin üçün necə olmalıdır və siz kimi ideal hesab edirsiniz? Bu sual mənim yaralı yerimdir, amma istəmirəm. Mən bilirəm, mən ümumiyyətlə nə sual verirəm, mən tamaşaçılarımız üzr istəyirəm. Amma ki, demək lazımdır, ideal müğənni ilə adı ilə bəllidir ki, ideal müğənni, ideal qadın. Mən bəylərdən indi danışmayım. Qadın olduğum üçün Niyə qadınlardan bəylərdən də danışa bilərsiniz? Deyirsiniz ki, Həsrət Nura birdən nəsə, hansısa bir sözü deyərsiniz, Həsrət Nur da sizə nəsə cavab verər. Danışanda mən nəyəsə fikirləşib danışıram və heç kimdən də qorxmuram. Amma Ad da çəkərəm ki, kimlərsə. Məsələn, əvvəl müğənnilər gördün ki, geyimləri ilə, keçimləri ilə, oxumaları ilə çox gözəl. Yəni, onların o elə hərəkətləri ilə onun səsi də adama bağlı idi. Amma indiki müğənnilər, elə müğənnilər var ki, bəlkə də səsi çox gözəldir, amma onların geyimləri, hərəkətləri, baxırsan ki, o heç nə. bəs kişi müğənnilərdən götürək. Yetərincə, yəni səhnəmizdə kişi müğənnilərində bəzilərinin geyimləri heç adamı qane eləmir. Əlbəttə ki. Deyirəm, Həsrət Nurdan gözəl bir ifa gəlsin, ondan sonra davam eləyək. Bir alemim çağım var, hicran nedir yolumda sevgilim var. Benim özgə bir alemim çağım var, hicran nedir yolumda sevgilim var. Kara gözlü adamı öldürecek adamı, mehribanım meleğim, alım senin qadanı. Selvi sen o beri benim koydun alım başına. Nəlməhdiyim dodağına, kibriyinə qarşına. Selvi sen o berim benim koydun alım başına. Nəlməhdiyim dodağına, kibriyinə qarşına. Ötən şirin dilim var, hər il təzə mübar verən bağım var. Mən bülbüləm ötən şirin dilim var, hər il təzə mübar verən bağım var.
gülüm var. Senin kimi gelir bilen yarım var. Bir de balam teze gönse gülüm var. Senin kimi gelir bilen yarım var. Selvi sen o beri benim koy dolalı başına. Nəğmə deyim dodağına, kibriyinə qarşına. Selvi sen o berim benim koy dolalı başına. Nəğmə deyim dodağına, kibriyinə qarşına. Ay teşekkür edirəm Həsrət. Bax bu gözəl ifanı bu günləri həm də Gülarə xanımdan xahiş eləmişlər. O da ifa eləyəcək. Üst-üstə düşdü amma görək hansı. Lap gözəl İkiniz valla. də Yox, yəqin ki, burada gözəl. nə ayıb bir şey yoxdur ki, xanımdır, xanım talancıdır. O mən də kişi Aha. tanıyım. Mən reydən oxumuşam bunu. Çox gözəl oxumusan. Nətər oxumuşam, nətər heç yəsi də xəbər yoxdur. Yəni oxumuşam da. Mən xoşuma. Mənə deyirlər ki, sağ deyəcəklər ki, məndən icazə almısan. Ay sən mən əmmi ol deyirsən, dayımı ol deyirsən, nömrən yoxdur ki, mən səndən yığım icazə. Mahnıdır, oxumusan. yəni hörmət Allah bağı- canını sağ hörmət baxımından Hörmət deyirlər, bax yəni mənasında bu da bu Mənim dəyərli yəsi. ustadım, üzr istəyirəm dönədən. Qoy danışım xanım, başımadır. Mənim biraz fikrim yayınlıqdır. yaxşı, siz deyin. Qurban sənə. Bu elə bir şeydir ki, Şəlalə xanım, bir söz deyim də. İndi icazə almamışam, indi düzdür, bəlkə səhv eləmişəm, almamışam, amma valla axtardım, aradım, bunu bütün hamı oxuyur deyənə, bunu orijinal yəsini tapanmadım. Bəli, hamı oxuya bilər sadəcə bu günləri. Bəs Bilmirəm, kimə zəng edeyim deyim. Məs Bilmirəm. Hamı Həsrət oxuyur. bu mahnıya görə dəvət alınıb, amma indi qulaq asarıq birazdan. Baş üstə. Lap Bəli. Bir söz deyim, çox Aha. rica edirəm. Bunun orijinal yiyəsi deyəndə ki, bizim Allah rəhmət eləsin. Qəni Çamandar müəllim İbrahimov bunu səsləndirib. Ondan sonra Oktay Rəcəbli bizim dəyərli dostumuz, gözəl müğənnimiz, amma sizin də maşallah ifanızda möhtəşəm. Bəli, rəhmət Allah edirəm. Ondan rəhmət sonra eləsin, Oktay ruhu Rəcəbli şad səsləndirib, olsun, Sonra elə- mən səsləndirmişəm. Mən hərəmiz bir yolla oxumuşuq. Mən də sənə də qulaq asacağam inşallah ona. Həsrət, Allah rəhmət eləsin, o Həsrət kimi bu ifa edibsə. vəqasını Allah hər birinə rəhmət eləsin. Mənim üçün bax bilsən də Ruhu şad olsun. Bəli, Təbii ruhu ki, şad Allah rəhmət olacaq. Siz gözəl ifa edirsinizsə, onun da ruhu şad olacaq. Ümumiyyətlə show biznesdə çox vaxt deyirlər ki, bəzən sağlam rəqabət olmur. Niyə? Səbəb nədir? Bilirsən necə də Müğənnilər arasında. Qurban sənə bir söz deyim da, elə bir şeydir ki bu. Hərənin öz sevəni var, hərənin öz səsi var, hərənin öz şirinliyi var. Bu rəqabət aparmaqdan deyil. Valla belə lap pis oxuyan var ki, valla o boyda fanatları var. Qoy bunu cəmaət sevsin, millət sevsin. Hərənin öz yolu var, hərənin öz ruhsusu var, hərənin öz işi gücü var. Aha. Paxıllıq eləməsinlər. Bəli, paxıllıq eləməsinlər. Aşıq Elçin, səndən gözəl bir ifa gəlsin. Ondan sonra İlqardan da gözəl bir ifa gələcək. Hələ buradayıq.
irişkələ Yağlaram sarı-sarı, ağlaram sarı-sarı Amanına yanlı taksi, şu bayanların ayaksi Bu yolları, ara yollarımı taksi Amanına yanlı taksi, şu bayanların ayaksi Bu yolları, ara yollarımı taksi Qaşqara, kibriçqara, qəlbimdə asdın yara Qəlbimdə asdın yara Qurban olum taksiçi, apar məni tez yara Apar məni tez yara Qaşqara, kibriçqara, qəlbimdə asdın yara Qəlbimdə asdın yara Qurban olum taksiçi, apar məni tez yara Apar məni tez yara Amanına yanlı taksi, şu bayanların ayaksi Bu yolları, ara yollarımı taksi Amanına yanlı taksi, şu bayanların ayaksi Bu yolları, ara yollarımı taksi Evler yol üstüdür, kemer bel üstüdür Evler yol üstüdür, kemer bel üstüdür Sol gel gitme buradan, diğerler ki dostudur Ay tamam, ay zemiler zemilim Sol gel gitme buradan, diğerler ki dostudur Ay tamam, ay zemiler zemilim Ay tamam, ay zemiler zemilim Benüşələr yoldadır, hem sağda hem soldadır Benüşələr yoldadır, hem sağda hem soldadır Ne vaxtdır görüşmürük, benim qızım yollanır Ay tamam, ay zemiler zemilim Ne vaxtdır görüşmürük, benim qızım yollanır Ay tamam, ay zemiler zemilim Ay tamam, ay zemiler zemilim Gözlerim yorulmayıp yolunu gözlemeyle Bu dilim usanmayıp adını söylemeyle Gözlerim yorulmayıp yolunu gözlemeyle Bu dilim usanmayıp adını söylemeyle Sen az eyleme, sen doyunca az eyleme Gözlerinle küllüm bil, yıkma bir an eyleme Sen az eyleme, sen doyunca az eyleme Gözlerinle küllüm bil, yıkma bir an eyleme O gare gözlerin gəncəsi yandırdı məni O gün yalanların bu səs yandırdı məni Qare gözlerin gəncəsi yandırdı məni O gün yalanların bu səs yandırdı məni
benden ayrı kalma. Yani sen atar beni, o bilir ben bilerim, ya da ben tutar beni, o bilir ben bilerim. Yani sen atar beni, o bilir ben bilerim, ya da ben tutar beni, o bilir ben bilerim. Yani sen atar beni, o bilir ben bilerim, ya da ben tutar beni, o bilir ben bilerim. Yani sen atar beni, o bilir ben bilerim, ya da ben tutar beni, o bilir ben bilerim. Benim özge bir alemim çağım var. Hicran nedir yanında sevdiğim var. Benim özge bir alemim çağım var. Hicran nedir yanında sevdiğim var. Kara gözler badamı, öldürecek adamı. Mehribanım meleğim, alım senin qadanı. Servis sonu benim benim, koy dolanım başına. Nəğmədeyim dudağına, kipriyinə qaşına. Servis sonu benim benim, koy dolanım başına. Nəğmədeyim dudağına, kipriyinə qaşına. Ben bülbüləm ötən şirin dilim var. Hər il təzə nübar verən bağım var. Mən bülbüləm ötən şirin dilim var. Hər il təzə nübar verən bağım var. Bir bağlanam təzə qönçə gülüm var. Sənin kimi qədir bilən yarım var. Bir bağlanam təzə qönçə gülüm var. Sənin kimi qədir bilən yarım var. Servis səni berim mənim, qoy dolanım başına. Nəğməliyim dudağına, kipriyinə qaşına. Servis səni berim mənim, qoy dolanım başına. Nəğməliyim dudağına, kipriyinə qaşına. Servis səni berim mənim, qoy dolanım başına. Nəğməliyim dudağına, kipriyinə qaşına. Servis səni berim mənim, qoy dolanım başına. Nəğməliyim dudağına, kipriyinə qaşına. Təşəkkür edirəm.
Və əziz tamaşaçılarımız, demək, həm Həsrət Nurun ifası, həm də ki, bizim dəyərlimiz Gülarə xanımın ifasını dinləyəcəksiniz və veriliş boyu nömrələrimiz bax burada yazılır. Çox xahiş edirəm. Sadəcə WhatsApp nömrəsinə yazırsınız ki, hansı ifanı bəyəndiniz. Yəni, bu günləri məhz birlikdə verilişində bir-birlərindən xəbərsiz, bax, bu gözəl ifa, mahnını ifa elədilər. Aşıq, ümumiyyətlə, ideal olmaq hər kəsin, yəni ideal olmaq üçün hər kəsin məqsədi olmalıdır. Bəs sizin məqsədiniz nədir? Mənim məqsədim bugünkü gündə aşıq sənəti necə ki bizə 14-cü əsrdən, 15-ci əsrdən gəlib bizə miras olaraq çatıb, bu sənəti gənc nəsilə, bizdən sonraki nəsilə çatdırmaqdır. Aha, sizdən gözəl bir ifa gəlsin onda, buyurun. olmaq üçün hər kəsin məqsədi olur. Bəs Gülarə xanımın bu sənətdə məqsədi nədir? Buyur. Mənim məqsədim yalnız oxumaq, sənətkar olmaq və bizim yəni kötüyümüz belə götürək, nəslimiz oxuyan, yəni savadlı bir müğənni, yəni adını açıqlamaq istəmirəm. Yəni bilirsiniz də mən kimlər tərəfdən
Yəni dayılarım öz oxuyan hesabına olub. istəyir də, istəmir ki, kiminsə adı ilə irəli gəlsin. Bacım oxuyan, dayım oxuyan, ümumiyyətlə Bəli. biz tərəf ana tərəfdən gəlib Ümumiyyətlə sənət. məqsədiniz nədir? Məqsədim oxumaq, yaxşı mahnılar yazdırmaq, efir müğənnisi olmaq. Ən çox sevdiyim efir müğənnisi olmaq. Toy müğənnisi çox sevmirəm belə, toy müğənnisi olmağı ümumiyyətcə sevmirəm. Vallahi xanım, üzr istəyirəm, xanımın sözünü kəsəcəm. Bəlkə düz eləyirəm, səhv eləyirəm. Toyda oxumayıb, harda oxuyasın? Hardan qazanacaqsan? Boynumuz alaq ki, biz toylar üçün oxuyuruq da. Toya o qədər geçmişəm ki, elə olub ki, Yo, bir gün 3 dənə vallahi, toya da düyündən getmişik. sonra 20 il də olsa, Amma Allah ki, ömür yox, versə, gələ toya Yəni gedəcəksən. sevmirəm, mən demirəm ki, gedməyəcəm, gedəcəm. Sizin bəs oxuduğunuz toyxana Yox, üçündür. ümumiyyətcə mən Sizin efir üçün deyil sevmirəm, axı. mən efir Konsert üçün. müğənnisi. Efir müğənnisi, xeyr. Özüm Mən toy üçün üçün mən- oxumuram. Bilirsən, hər şey göz qabağındadır. İlqar, səndən gözəl bir ifa gəlsin, sonda sözümü bitirirəm. Əziz tamaşaçılarımız istəməzdik belə qalmaq olsun. Necə səndən uzaq durur, səni səndən çox sevirəm. Necə səndən uzaq durur, səni səndən çox sevirəm. Gəl ki gözümə nurun, gəl ki gözümə nurun. Nə olar demə yox sevirəm, səni səndən çox sevirəm. Gözlərimə bax sevirəm, səni səndən çox sevirəm. Dərdi gəmi yatmaq üçün, qəlbinə yol tapmaq üçün. Dərdi gəmi yatmaq üçün, qəlbinə yol tapmaq üçün. Hər arzuya çatmaq üçün, hər arzuya çatmaq üçün. Nə olar demə yox sevirəm, səni səndən çox sevirəm. Gözlərimə bax sevirəm, səni səndən çox sevirəm. Yüreğin açtımı söyle, gelme mənə gələyilə. Yüreğin açtımı söyle, gelme mənə gələyilə. Zalim qızı insaf eylə, zalim qızı insaf eylə. Nə olar demə yox sevirəm, səni səndən çox sevirəm. Sevdiyimi bilmək üçün, gözlərimə bax sevirəm. Səni səndən çox sevirəm, çox sevirəm, çox sevirəm. Çox sevirəm, çox sevirəm. Yəni yenə deyirəm ki, hər birinizə təşəkkür eləyirəm. Bugün mənimlə birlikdə oldunuz. Təşəkkürdən söz düşmüşkən mənim də təşəkkürlərim var. Baxımsız xanım yoxdur. Hər bir xanım gözəl görsənmək istəyir. Bunun üçün də nə etmək lazımdır? Neftçilər metrosunun yanında Bigudi salonu var. Bigudi salonuna getmək lazımdır. Bugünkü saçıma, vizajıma görə mən gözəllər gözəli Gülka xanıma təşəkkür edirəm və salonun rəhbəri
İlahə xanım, mənim dəyərlim. Təşəkkür edirəm ki, hər an bax mənim belə qulluğumda durursunuz, məni bəzəyib, düzüyüb verilişimizə göndərirsiniz. Və salonda da hal-hazırda endirimlər var. Ürəyiniz istəsə buyurub əlaqə saxlaya bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Bu günləri düzdür, biraz olur, hərdən belə şeylər olur. Amma həqiqətən, ümumiyyətlə, hər bir insan ideal olmaq üçün özünün məqsədi olmalıdır və bu məqsədə də özü sağlam rəqabət aparmalıdır və mən bilirəm ki, bugünkü mənim dəvət elədiyim qonaqlarımın hər biri sağlam rəqabət aparanlardır. Deyir, çəkişməsəm, barışmasam və sizinlə sağollaşıram. Gələn həftə yeni qonaqlarla yenə sizin evlərinizin qonağı olacağım. Sonda da Həsrət bəydən gözəl ifa olacaq. Nazına üzəcəyəm, gözlərindən güləcəyəm, gülüb səni sevəcəyəm, elə sənin acığına. Hər nazına üzəcəyəm, gözlərindən güləcəyəm, gülüb səni sevəcəyəm, elə sənin acığına. Şimşək olub çaxacağım, yağış kimi yağacağım, gözlərinlə baxacağım, elə sənin acığına. Şimşək olub çaxacağım, yağış kimi yağacağım, gözlərinlə baxacağım, elə sənin acığına. Yollarında